Milli Məclisin payız sessiyası üzrə növbəti plenar iclas keçirilib. İclasın gündəliyinə 2026-cı il dövlət büdcəsi zərfinə daxil olan qanun layihələrinin ikinci oxunuşda müzakirəsi daxil edilib. Gələn ilin dövlət büdcəsi ikinci oxunuşda yenidən müzakirədə. İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin sədri Azər Əmiraslanov aidiyyatı qurumların büdcə müzakirələri zamanı qaldırılan məsələləri nəzərdən keçirdiyini, büdcə layihəsinin üçüncü oxunuşda təqdim edilərkən bu barədə müvafiq məlumatın veriləcəyini dedi. Nəzərə almalıyıq ki, büdcə prosesi sadəcə bir illə məhdudlaşmır. O davamlı və uzun müddətli xarakter daşıyır və bu səbəbdən də hər zaman təkmilləşməyə məruz qalır. Yeni büdcə zərfinin müzakirəsi zamanı qaldırılan bir çox məsələlər və verilən suallar həm də bir qayda olaraq icraya dair hesabat mərhələsində cavablandırılır. Deputat Siyavuş Novruzov hər il yerli özünü idarə etmə sisteminə ayrılan vəsaitlərdə artımların olduğunu, dotasiyaların verildiyini, amma 2026-cı ilin büdcəsində bu artımların nəzərə alınmadığını dedi. Hesab edirəm ki, büdcədən bu sistemə ayrılan vəsaitin artırılması daha yaxşı olar deyə Siyavuş Novruzov bildirdi. 2025-ci ildə dövlət tərəfindən 8 milyon dotasiya verilibdir. 1 milyon 550 manat subvensiya verilibdir. Lakin 2026-cı ildə yerli özünü idarə etmə sistemində bu artımlar yoxdur. Hesab edirəm ki, bura artımların əlavə olunmasına ehtiyac var. Büdcə layihəsinin sistemli təhlili bir sıra məqamlar üzərində fokuslanmağı vacib edir. Bunu isə millət vəkili Samir Vəliyev söylədi. Büdcə siyasəti çərçivəsində müxtəlif parametrlər üzrə müvafiq normativlərin tətbiqi məqsədə uyğundur. Həmin normativlər sırasına ölkədə insan kapitalının inkişafı ilə bağlı olan istiqamətlərə ayrılacaq xərclərin ümumi büdcə xərclərinə və ümumi daxili məhsula nisbətini, büdcədə nəzərdə tutulan əsaslı kapital qoyuşları ilə bağlı xərclərin ümumi büdcə xərclərindəki payını və bir sıra digər indikatorları daxil etmək olar. Sonra iclas müzakirələrlə davam etdi. Bəturə Nəbiyeva, Nadir Cəlilov, Space.